Voleybol oyununa aid qeyd edilən fikirlərdən biri səhvdir. Texnikasına görə iki yerə ayrılır. Bəli, doğrudur. Hücum və müdafiə. Topun ötürülməsi hücum texnikasına aiddir. Bəli, doğrudur. Topun ötürülməsi, servis, hücum zərbəsi, ötürülmələr hücum texnikasına aiddir və daha sonra isə topun qəbulu və blok isə müdafiə texnikasına aid edilir. Voleybol topunun çevrəsi 58-60 sm, artıq bu yanlışdır. Voleybol topunun çevrəsi 65-67 sm təşkil eləyir. Voleybol meydançasında cəmi 7 xətt var. Bəli, doğrudur. Dünya çempionatı 2 ildən bir keçirilir. Bəli, doğrudur. Burada düzgün variantımız C variantı, yəni əslində yanlış olub, amma bizim sualımızda düzgün olan variant C variantı. Voleybol topunun çevrəsi 58-60 sm deyil də 65-67 sm olmalıdır. Növbəti sual. Voleybolda ilk servisi atacaq komanda necə müəyyənləşir? Voleybol oyunun 1-ci və 5-ci hissələrində servisi başlamaq üçün komandalar püşkatma yolu ilə müəyyənləşir. Hansı komandanın oyuna başlayacağı püşkatma ilə müəyyənləşir. Voleybol oyununa aid yanlış fikri müəyyən edin. Blok qurma müdafiə texnikasına aiddir. Bəli, doğrudur. Hər taymat üçün 30 saniyə vaxt verilir. Bəli, doğrudur. 5 set ərzində hər komanda maksimum 8 taymat götürə bilər. Bu artıq yanlışdır. Hər set üçün komandalar 2 taymat götürsə vururuq 5-ə. Deməli, taymatların müddəti olacaq 10. Yəni sayı olacaq 10. Burada səhv cavabımız, yəni əslində düz, lakin səhv yazılan C variantıdır. Digər cavablara baxaq. Setlər arasında 3 dəqiqə fasilə verilir. Bəli, bu da doğru variantdır. Komandalar hər setdə 6 oyunçusu əvəz etməsindən istifadə edilə bilər. Bəli, doğrudur. Libero isə əvəz etməyə daxil deyil. Deməli, Y, D, B, A-nı atdıqda düzgün variantımız C variantı. İkinci setdə ilk servislə hansı komanda oyuna başlayır? Voleybolda ilk öncədən də qeyd etdiyim kimi 1 və 5-ci setlər püşkatma ilə müəyyən edilir. Əgər birinci setdə A komandası başlayıbsa, ikinci setdə artıq B komandası, üçüncü setdə yenidən A, dördüncü setdə B komandası başlayacaq. Beşinci set isə yenidən püşkatma ilə müəyyən olunacaq. Burada da bu minvalla, yəni bu görüntü ilə götürsək, düzgün variantımız birinci setdə oyuna başlayan komanda yox, birinci setdə məğlub olan yox, birinci setin qalibi yox, komandaların razılığı yox. Bir əvvəlki setdə ilk servisi başlatmamış komanda. Düzgün variantımız A variantı. Növbəti suala baxaq. Voleybol oyununa aid qeyd edilən mülahizələrdən hansı doğrudur? İki oyuncu eyni anda topa toxunuş edərsə, bu iki toxunuş hesab edilir. Bəli, artıq bu doğru variant sayılır. Digərlərinə baxaq. Servis zamanı komanda rəqibin topunun istiqamətini görməməsi üçün pərdələnmədən istifadə edə bilər. Xeyr. Nə pərdələməyə icazə var, nə blok qoymağa. Birinci dəfə oyunu gecikdirməyə görə oyuncuya qırmızı kart göstərilir. Xeyr. Deməli. Sonra hakimin fitindən əvvəl servisi yerinə yetirilərsə rəqibə bir xal və servis hüququ verilir. Xeyr. Əgər hakimin fitindən sonra bu hal baş verərsə, hakim bu qərarı qəbul edir. İkinci setdə oyuna bir əvvəlki setin qalibi başlar. Xeyr, bu da düzgün deyil. Deməli, burada bunlar atacağımız variantlar olduğuna görə sonunda qalır bizə A variantı. Deməli, sualın ardı bu hissədə olduğuna görə geniş şəkildə göstərirəm. Topla oynama zamanı baş verən komanda və fərdi oyuncu səhvlərinə aid deyil. 4 vuruş, bəli, bu səhvdir. Səhvlərinə aiddir. 2 vuruş, bəli, olmaz. Bir oyuncu topa ardı-ardıcan 2 dəfə toxuna bilməz. Tutulmuş top, oyuncu topu tutaraq ata bilməz. Köməklə vuruş olmaz. Topu 2 əllə toxunuş. Topa 2 əllə oyuncu toxuna bilər. Buna icazə var artıq. Növbəti sual. Hakim komandanın oyuncusuna qırmızı kart göstərərsə nə olur? Əgər hakim komandanın oyuncusuna qırmızı kart göstərərsə, deməli, oyuncu oyundan kənarlaşdırılır. Xeyr. Oyundan tamamilə kənarlaşdırılması üçün hakimin hər əlində kart tutması, biri sarı, digəri isə qırmızı olması lazımdır. Rəqibə bir xal verilir və servis hüququ verilir. Bəli, doğrudur tamamilə.
Əgər oyunçuya qırmızı kart göstərilirsə rəqibə 1 xal və servis hüququ verilir. Sonra növbəti sualımıza baxaq. Topa toxunmadan edilən blok hərəkətləri necə adlanır? Deməli, bu adlanır bloka təşəbbüs. Fərdi blok, yəni tək bir oyunçunun etdiyi blokdur. Kollektiv blok 2 və 3 oyunçunun etdiyi blokdur. Natamam blok bloka qalxır oyunçular, lakin toxuna bilmirlər. Bu natamam blok adlanır. Tamamlanmış blok isə oyunçular bloka qalxırlar və top onlara toxunur. Bu artıq tamamlanmış blok adlanır. Növbəti sual. Xəttdəki hakim bayrağı aşağı endirərsə, bu onu göstərir ki, artıq top meydançadadır. Yəni müzakirə açıq da ola bilər, açıq olmaya da bilər. Sadəcə göstərir ki, baş hakim əgər görə bilməsə, topun meydançada olduğunu baş hakimə bildirmiş olur. Əgər oyun 3-0 və ya 3-1 hesabı ilə başa çatıbsa, qalib və məğluba neçə xal verilir? Voleybol oyununda bu xallarla bitərsə oyun, qalibə 3 xal, məğluba 0 xal verilir. Əgər oyun 3-2 hesabı ilə bitərsə, deməli 3-2. Bu zaman qalibə 2 xal, məğluba isə 1 xal verilir. Deməli, burada düzgün variantımız qalibə 3 xal, məğluba isə 0 xalın verilməsidir.